Əli Ədalətli təqdim edir. Xeyr, hörmətli tədbir iştirakçıları, hər bir salamlayıram. Bu günləri başımızın tacı, şərəfimiz, qürurumuz olan şəhidlərimizin bulaq açılışına yığışmışıq. Əlbəttə bu günləri burada şəhid valideynləri də var. Onların qarşısında ikincə baş əyirəm. Əlbəttə ki 30 ildən sonra doğma Qarabağımızı, doğma torpaqlarımızı işğaldan azad etdik. Əlbəttə kimlərin sayəsində, şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində və başda Ali Baş Komandanın yer etdiyi siyasət nəticəsində. İlk öncə istərdim şəhidlərimizi bir dəqiqə sükutla yad edək. Allah şəhidlərimizə rəhmət eləsin. Əlbəttə ki, çıxış üçün sözü şəhid ailələrinə vermək istərdim. Burada bir-bir adları qeyd etmirəm. Zəhmət olmasa özləri yaxınlaşsınlar, bulağın qarşısına buyursunlar. Sabahlarımızı salamlayıram. Qəzalar rayon rəhbərliyinə, kənd rəhbərliyinə, kənd sözlükləri rəhbərliyinə təşəkkürümü bildirirəm. Bizim Yoxanımızın oğludur, oğullar. Hansı ki, onlar deyirdi, hansı ki, onlar deyirdi, siz məni tanımadınız. Ancaq mən canımdan, qanımdan keçdim sizdən ötürü. Siz də onları tanımalısınız. Hamımızın borcu onları tanımaq, yad etmək, yaşatmaqdır. İşimizi, əməyimizi, onlar canımız, millətimiz, dövlətimiz üçün canlarından keçdi. Biz də hərə öz işində
xalqımızın, milləti, Azərbaycanımızın inkişafı uğrunda, tanıtma, ucalması uğrunda iştirak edirik. Hamıza təşəkkür edirik. Onlar ölməzdir, əbədidir, daimi yaşayıb, haqqıdadır, yaşatmalıyıq. Öncelikle bu işler kimin emeği var, hamısına teşekkür ediyorum. Sizden icra nümayəndəliyinə, kənd bələdiyyəsinə, icra rəhbərliyinə, rayonun rəhbərliyinə teşekkür ederim. Çok sağ olun ki bizim şehit evlatlarımızı daim yad edirsiniz, yaddan çağırıyorsunuz. Yani onların tanınması için de bu işler el emeğinizi gördünüz. Çok sağ olun, çok teşekkür ederim. Allah şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Və istərdim hələ qulağın asılışını hələ siz nə edir və Vətən xanım siz də yaxınlaşarsınız. Şəhid valideynləri varsa burada yaxınlaşsınlar zəhmət olmasa və yaxınlaşın zəhmət deyilsə. Alqışlayaq vətən oğullarını, həqiqətən də bu şəxslərə borcluyuq. Bu günləri bilirsiniz ki, həqiqətən də biz rahat doğma Qarabağımıza, doğma Zəngilanımıza, Şuşamıza, Kəlbəcərimizə, Azərbaycanımızın o gözəl torpaqlarına rahat gediriksə, biz bunların sayəsində edirik. Dünən gecə düşmən növbəti dəfə atəşkəsi pozub. Silahlı qüvvələrimizin əks hücumu nəticəsində bir neçə ərazi işğaldan azad edilib. Şəhidlərimiz var. Mənim xəyallarım vardı, mənim öz dünyam vardı, mənim sevdiyim vardı. Sevgilim vardı. Ana, ben şehit oldum. Yerim güzeldi. Zeki ağlama. Canım, canım sevgilim, bağışla beni. Seni tek koydum. Vatan sağ olsun. İlahi əsgərlərimizi koru. Vatan sağ olsun. Benim çok değilecek sözlerim vardı. Yüreğimde kaldı. Mübarek olsun. Benim bir vətənim var, Azərbaycanım, doğma diyarım. Çıxış söz Fatma kənd bələdiyyə sədri Nəsir Nəsirli və Murad Ayıb verir. Və Aslan müəllim, buyurun zəhmət olmasa. Kənd nümayəndəliyi. Hoş gördük sizi. Hər birimizə minnətdarlıq edirik. Qulağın açılış mərasimində iştirak üçün. Torpaqlarımızın alınması uğrunda şəhid olan hər bir şəhidimizin xatirəsini əziz tutmaq hər birimizin borcudur. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Allah'tan olarak rəhmət diləyirik. Qazilərimizə şəfa, cəmaatımıza da sağlam ömür nəsib etsin. Sağ olun.
emeği geçenler için. Şahsi özüm minnettarlarımızı minnettarlar bildiriyorum. Allah şehitlerimize rahmet etsin, gazilerimize can sağlığı versin, Allah hepimize olsun. Şəhid oğullarının valideynlərinin Allah rahmet etsin. Mən də şəhid valideynlərini salamlayıram burada. Canın ayaqları var olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, həmçinin kənd əhalisini təşəkkür edirəm gəldiyinizə görə, zəhmət çəkmişsiniz. Müəllimləri görürəm burada, şagirdləri, Bikə müəllimə çox sağ olun. Amin müəllim, çox sağ olun iştirak edildiyinizə görə. Allah can sağlığı versin sizə. Həmçinin Hacı Rəhman qardaşımızın da zəhməti çox böyük olub burada. Allah ona da can sağlığı versin. Əli qardaş, sənə də təşəkkür edirəm. Bizim Qarabağ, adı sahibini demirmi aşkar. Qoşullar verməzlər torpağa ancaq, qanla bölünləyib, zorla alanlar. İsadlarının zümzüməsini, Cabbarın Seyidin, xanın səsini, Dalğalı Qarabağ şükəsəsini, Babək türbəsini necə pay verib? Döyüşlər də bərkəcək, son sözünü demək üçün, xalq yolundan keçməyəcək, azadlığa yetmək üçün. Yenə candan can ayrıldı, şəhidim var Azərbaycan, vətən sağ olsun deyən, igidim var Azərbaycan. Bu torpağa qan tökmüşük, şəhid verib biz dözmüşük, sanmasınlar biz ölmüşük, şəhidim var Azərbaycan. İgidlər öz qanıyla yazdı zəfər dastanı, 30 il gözləmişdik bu tarixi, bu anı. Əmin yumruq düşmənin və vur başını əzdi, düşmənlər Qarabağdan daim qala bilməzdi. Analar ağlamasın, şəhidlər ölməzdilər, düşmənlər öz xoşuyla yurdundan getməzdilər. 44 əmin ili tarixini yazmışıq, Qarabağ Azərbaycandır, biz zəfər qazanmışıq. İgidlər öz qanıyla yazdı zəfər dastanı, 30 il gözləmişdik bu tarixi, bu anı. Dəmir yumruq düşmənə öz yerini göstərdi, 44 günlük döyüşlər tarixi bir zəfərdir. Analar ağlamasın, şəhidlər ölməzdilər, düşmənlər öz xoşuyla yurdundan getməzdilər. İndi azad Qarabağ günbəgün abadlaşır, mənim qədim torpağım sənə bu çox yaraşır. Bizə zəfər yaşatdı igid oğullarımız, hər birini anırıq, minnətdarıq hamımız. Yaşa vətən, çox yaşa, yaraşır zəfər sənə, alqış min kərə alqış, zəfəri bəxş edənə. Eşq olsun Azərbaycanımıza, vətənimizə təşəkkürlər. Hər birinizə var olasınız və həqiqətən də bizim gələcəyimiz olan bu gənclərə eşq olsun. Əziz təbrik işçiləri və esnatımız var əlbəttə ki, metin daxilində. Yəni hər kəs Allah qorusun vətənimizi, dövlətimizi, torpağımızı. Əlbəttə ki, ən gözəl günlərdə yığışaq və şəhid ailələrinin qarşısında yenidən baş əyirəm. Var olasın, Allah sizləri doğrusun. Hər zaman sizlərə borcluyuq. Təşəkkür edirəm hər birinizə. Sağ olun.